Xeyir olsun əziz müdavimlər, abituriyentlər və ibtidai sinif şagirdləri. Bugünkü bizim Azərbaycan dilindən mövzumuz morfologiya bölməsində olan mövzulardır. Bu bölmə bizim bir qədər böyük, bir qədər də asan və maraqlı bölmələrimizdir ki, uşaqlar, abituriyentlər, yəni buna diqqətlə qulaq assanız, qeydlərinizi götürsəniz və ən əsası da üzərinizdə çox çalışsanız, yəni qaydanı bilməklə kifayətlənmirsiniz. Daha çox test işləməlisiniz. Test toplusunu bitirdiniz, güvənə keçin. Güvən bitirdiniz, sınaqlar olur. 9-cu sinifdən, məsələn 11-ci sinifsiz 9-cu sinifdən olan güvən sınaqlarından başlayın. 11-ə kimi yazın. 9, 10, 11 fərq eləmir. Yəni bunu da məlumatı verim sizə, ondan sonra keçirəm bölmənin izahına. Bizim mətin və sınaq qruplarımız, sürət qruplarımız, ibtidai sinif, təkmilləşdirmə sinif, hər qruplarımız bilirsiniz ki, mövcuddur. Qeydiyyatda davam edir. Həm fərdi, həm qrup şəklində, onlayn və əyani şəkildə qoşulmaqda mövcuddur. Bunun üçün 099 813 2018 və ya da 099 766 71 31 nömrəsi ilə əlaqə saxlamağınız vacibdir. Hansı sahə üzrə maraqlanırsınızsa onu yazın. Biz ətraflı məlumat sizə göndərəcəyik. Bunu da sizə vurğulamaq istəyirəm ki, sınaq dərsimiz bir həftə ərzində ödənişsiz, həftədə 3 dəfə təşkil olunur. Ondan sonra siz könüllü şəkildə qərar verirsiniz ki, bizimlə davam edirsiniz və ya etmirsiniz. Yəni bu sizin könüllü istəyinizə bağlıdır. Keçirik mövzumuzun izahına. Morfologiya bölməsi, ümumiyyətlə belə deyim, dilçilik bölməsi elmi geniş bölmədir, ən böyük bölmədir. Qrammatikada 2 yerə bölünür. Morfologiya və sintaksis olmaqla. Bizim bugün öyrənəcəyimiz isə morfologiya bölməsidir. Düşünün ki, baxın, mən çalışacağım sizə ən asan loru dillə başa salım. Baxın, bir ev düşünün. Bunu belə edək. Bu evin adı nitq hissəsidir. Bu 2 yerə bölünür. Əsas və köməkçi. Əsas hissədə 6 nəfər qalır. Köməkçi hissədə 5 nəfər qalır. Bu fərqlərin, yəni 6 nəfərin ayrı-ayrı adı var, 5 nəfərin isə ayrı-ayrı adı var. Yəni ayrı-ayrı da funksiyalar daşıyır. Yəni bunun bacardığı bir işi bu bacara bilmir. Yəni baxaq ki, bunlar nəyi bacarır? Baxın, əsas hissələrimiz biz nə dedik? 6 dənədir, 6 fərddirlər. Bunun birincisi isimdir. Baxın, burada da qeyd eləmişəm. Birincisi isimdir, ikincisi sifət, 3 say, 4 əvəzlik, 5 feil, 6 zərf. Bunlar bizim əsas hissədə olan adamlarımızdır. Köməkçi hissədə olanlarımız hansılardır? Qoşma, bağlayıcı, ədad, modal və sonuncusu nida. Baxın, bunların hər biri ayrı-ayrı işlər görür. Yəni, dediyim kimi, bunların bacardığını bunlar bacara bilmir. Məsələn, bu suala cavab verə bilir, bu suala cavab verə bilmir. Bu ayrılıqda işlənə bilir, bu ayrılıqda işlənə bilmir. Yəni, bir-birinə zid olan 2 bölmədir. Əsas hissəmiz bizim çoxluq təşkil edir. Hamı tərəfindən də sözlər başa düşülür. Məsələn, mən bir söz götürürəm. Bu olsun kitab sözü. Kitab sözünün lüğəvi mənası var. Hamı tərəfindən başa düşülür. Bu nədir? Oxumaq üçün bir vəsait. Hansı suala cavab verir, nə sualına cavab verir? Deməli, bu isimdir. Suala cavab verdi, lüğəvi mənası oldu. Amma bunu götürürəm ki, bunun sualı yoxdur. Sual verə bilmirəm. Bunun hər hansı bir mənasını açıqlaya bilmirəm. Bunu ayrılıqda bir işlədə bilmirəm. Çünki bir mənası yoxdur. Mənası olmayacaq, mən necə işlədə bilirəm? Məsələn, kitabın mənası var. Cümləni də tərkibində işlədə bilirəm, ayrılıqda da işlədə bilirəm. Amma bunun bir mənası yoxdur. Axı, mən bunu necə işlədim? Cümləni tərkibində işlədə bilirəm, amma ayrılıqda işlədə bilmirəm. Yəni biz bildik ki, bunların özünün hərəsinin ayrı-ayrı funksiyaları var. Məsələn, söz yaradıcılığında mən bunu təhlil edə bilirəm. Kitab sözünü təhlil edə bilirəm. Amma bu ki sözünü köməkçi hissəsi deyə təhlil edə bilmirəm. Siz görmüsünüzmü söz yaradıcılığında hər hansı bir cümlə üzrünü təhlil edərkən köməkçi hissələri təhlil olunsun? Yox. Məsələn, bir cümlə götürülür, belə-belə. Bu köməkçi hissəsi də bunu biz təhlil edirik. Təhlil elədik, bunu müftada götürdük, bunu xəbər götürdük. Bunu ortada qalır, buna dəymirik. Yəni bunu rastlaşmısınız böyük ehtimal ki, dərslərdə, testlərdə söz yaradıcılığı və ya cümlə üzrlərini təhlil edərkən. Yəni bunu burada da sizin üçün qeyd etməmişəm ki, asan da olsun. Bunu buradan da götürə bilərsiniz. Nömrəsindən yazaraq da bu konspektdə əldə edə bilərsiniz və ya bizim Telegram qruplarımıza, WhatsApp qruplarımıza da qatılaraq konspektlərdən, sınavlardan və digər mətin üzrə olan tapşırıqlardan da yararlana bilərsiniz. Belə bir nüansda kiçik qeyd yanınıza saxlayın. Baxın, əsas hissəsi cümlənin canlıdır. Köməkçi hissəsi o cana nəfəs verir. Yəni bir sözü, bir cümləni qüvvətləndirir, daha gözəl edir. Aydındır mı? Yəni belə yadınızda saxlayın. İndi biz gəlirik əsas hissəsinin bir bölməsi olan isimə. İsimin ümumi qaydasına. Ümumi qrammatik mənasına görə isimlər əşya bildirir.
yəni əşyanın adını bildirir. Belə düşünün ki, gözümüzü yumub açanda ətrafımızda nə görürüksə, məsələn mən gözümü açım yumum, kitab görürəm, qələm görürəm, marker, lövhə, qapı, pəncərə və s. Yəni bunları görürəm. Gözümü açıb yumarkən ətrafımda nələr görürəmsə, onların hər biri nəyə ad qoya bilirəmsə, o isimdir. Məsələn, kitab, top, ay, sel, nəzrin, dəniz fərq eləmir. İt, stol, stul. Bunların hər biri isimdir. Hər bir hissəsinin olduğu, hər bir hissəsinə olduğu kimi isimdə də öz suallar var. Kim nə, hara suallarına cavab verir. Əgər kim sualına cavab veribsə, demək şəxs bildirir. Nə sualına cavab veribsə əşya, hara sualına cavab veribsə yer bildirir. Belə bir nüansı sizlə bölüşmək istəyirəm ki, siz qaydada suala bağlanmayın. Yəni suala əsaslanmayın. Ümumi qrammatik mənasına görə fərqləndirin. Yəni sözü sualına əsaslanmırsınız, onun başlanğıc formasına görə tapırsınız. Bizi suala həmişə yanadacaq, səhv yönə aparacaq. Bəzən olur düz tapılır, bəzən olur səhv tapılır. Amma başlanğıc formasına görə davrananda bu düz tapılır. Yəni məsləhətim odur ki, hər hansısa bir sözün sualına və yəni ilk hissəsinin sualına əsaslanmayan, onun başlanğıc formasına diqqət yetirin. Siz isim mövzusunda bunu bilməlisiniz ki, canlı, cansız, məkan olmasından asılı olmayaraq bütün isimlər əşya sayılır. İsimlərin özünə dair əsas xüsusiyyətləri olur. Tək və cəm olmaqla, ümumi və xüsusi olmaqla, hal olmaqla, vəziyyətə görə dəyişməklə, şəxs həqiqəti qəbul eləməklə fərq eləmir. Hər birinin özünə aid xüsusiyyətləri olur. Tək və cəm isimləri nədir? Baxın, tək isimlər kəmiyyətcə təkliyi bildirir. Yəni adından da məlumdur ki, bu şey təkdir. Məsələn, qələm, kitab. Bunlar təkdir. Amma mən desəm qələmlər, kitablar, stollar, burada biz gördük ki, lar şəkilçisi artırmışıq. Əgər bir sözdə lar şəkilçisi artırılıbsa, lar nə idi? Əvvəlcə bunu bildirim, cəm şəkilçisi idi. Lar artırılıbsa, məsələn, qələmlər. Bunlar nədir? Cəm isimdir. Cəm isimdir. Qələm özü təklikdə işlənsəydi olacaq idi tək. Kitab, kitablar, kitab təkdir, kitablar artıq cəm bildirir. Belə bir nüansda sizin yanınıza saxlayın ki, bəzi hallarda isimlər cəmlənə bilmir. Bu nə zaman baş verir? Məsələn, burada mən yazıram ki, gül, qələm, kitab fərq eləmir. Nə görürəmsə onu yazıram. Gül yazdım. Bundan əvvəl bu hissədə mən müəyyən miqdar sayı işlətmişəmsə, məsələn 6. Mən bunu cəmləyə bilməyəcəm. Bunu müəyyən miqdar sayı işlətməmişəmsə cəmləyə biləcəm. Baxın, isimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul edəməyəcək. Məsələn, 7 gül, baxın burada qeyd etmişəm, 3 qələm, 6 kitab, 5 stol fərq eləmir. Belə bir nüansda yanında saxlayın ki, xüsusi isimlər biz bilirdik ki, cümlənin ortasında, əvvəlində, axırında gəlməsinə baxmayaraq həmişə böyük hərflə yazılırdı. Belə bir sual yarana bilər ki, sizdə müəllim, xüsusi isimlər cəm şəkilçisi belə qəbul eləsə böyüklə yazılacaq. Yəni çünki şəkilçi qəbul edib də, bəli, xüsusi isimlər cəmlədikdə belə böyük hərflə yazılır. Burada da qeyd etmişəm, ölməz könül, ölməz əsər, nizamilər, füzulilər. Bunların hər biri böyük hərflə yazılır. Bir də xüsusi bunu qeyd kimi yadınıza saxlayın ki, ilxılıdır, əhali, sürü, xalq, bunlar hər biri cəm isim kimi götürülmür. Çünki bunlar topluluq bildirir. Daha çox əhalinin, daha çox bir insanların olduğu bir şeydir. Yəni biz bunu cəm kimi götürmürük. Cəmi neyinirik? 1-dən 5-ə kimi olanlar cəm götürürük. Yəni yüzlərlə olanı, 1000, 10.000 olanlar neyinirik? Toplayıq. Yəni əhali çoxdur, cəmaət çoxdur, xalq çoxdur. Onun üçün neyinirik? Bunlar cəm yox, toplu götürürük. Belə bir sualda sizə yarana bilər ki, cəm isimləri biz toplu isimləri biz cəm şəkilçisi artıra bilərikmi? Bəli, artıra bilərik. Məsələn, ilxılar, sürülər deyə bilərik. Amma burada bir istisnamız var ki, cəmaət və əhali sözünü biz yəni cəm şəkilçisi artıra bilmərik. Bu bizim istisna hallarımızdan biridir ki, burada da qeyd etmişəm ki, cəmlənmirlər. Belə bir sual yarana bilər ki, sizdən toplu isimləri qrammatik cəhətdən biz tək götürək, yoxsa cəm götürək indi? Yəni testdə soruşularsa, mən bayaqdan qeyd edirəm ki, bunlar yəni cəm deyil, topludur. Ona görə siz bunu edirsiniz, tək götürürsünüz. Bir də bunu sizə qeyd edeyim ki, peşə bildirən sözlərə lıq şəkilçisi artıranda, lıq şəkilçisi artıranda qrammatik cəhətdən cəmsini götürə bilmirik. Niyə? Çünki məsələn bir peşə adı götürək, həkimlik olur. Biz burada hər hansısa bir cəmlənməni müşahidə edə bilmirik. Deməli, bu nədir? Cəm isim kimi götürə bilmirik. Ümumi və xüsusi isimlərimiz var ki, isimdə 2 yerə bölünür. Ümumi isimlər eyni cinsə əşya verilir. Məsələn, maşın, yarpaq, şəhər, yəni ət çəkən maşın olur, pataryan maşın olur, fərq eləmir. Soruşa bilərsiniz ki, bəs cümlədə necə işlənilir? Ümumi isimlər cümlənin başında gələrsə, böyük hərflə yazılır. Amma belə deyim, cümlənin ortasında və sonunda gələrsə, kiçik hərflə yazılır. Buna da bu aiddir. Məsələn, pişik,
Pişir. Ağaca dırmaşdı. Pişir burada bizim ümumi isimimizdir. Yəni bu cümlənin başına gələn bölünün yazıldı. Amma mən desəydim ki, ağacda pişik oturub, artıq onu nə edəcəkdim? Mən balaca hərflə yazacaqdım. Yəni belə bir nümunədə sizə göstərim ki, məsələn mən pişiyə bir ad qoyum, olsun bu Məstan. Aydındırmı? Məstan. Məstan ad idi. Məsələn və ya səhərdən Məstan ad idi. Yəni Məstan ad idi. Sözün başına da gələndə böyünə yazıldı. Çünki ona xüsusi bir ad verdim mən. Çünki xüsusi isim oldu artıq o. Səhərdən Məstan ad idi. Cümlənin ortasına da gələndə böyünə yazıldı. Bunu axırda da yazsam, bu böyük hərflə yazılacaqdır. Yəni yadınıza saxlayın ki, hər hansı bir əşyaya xüsusi ad qoyanda onu olur xüsusi isim adlanır. Xüsusi isim necə olur? Cümlənin həm əvvəlində, həm ortasında, həm axırında da böyük hərflə yazıla bilir. Belə bir sual yarana bilər ki, sizdə ümumi və xüsusi isimlər omonim, sinonim, antonim ola bilirmi? Məsələn, ümumi isim xüsusi isimə keçib. Burada omonimli, sinonimli, antonimli ifadə və yadınıza saxlayın, ismin leksika bölməsinə aidiyyatı yoxdur. Yəni omonim, sinonim, antonim ola bilməz. Yəni bunu leksika bölməsi ilə qarışdırmayın. Belə bir nüans da var ki, yəni verə bilərsiniz ki, xüsusi isimlər ancaq isimdən yarana bilirmi? Xeyr. Xüsusi isimlər var ki, bizim dilimizdə. Onlar başqa hissəsindən də yarana bilər. Məsələn, Cəsur, Azad, Qəhrəman. Cəsur insan adı olan xüsusi isimdir. Yox, cəsur əlamət bildirərsə, məsələn, o artıq başqa hissəsindən yaranıb. Qəhrəman başqa hissəsindən yaranıb, nadir başqa hissəsindən yaranıb. Elə olur ki, bayaq burada da bunu qeyd etmişəm. Sual 2 tipi bax odur. Qaydada da izah elədim ki, ümumi və xüsusi isimlər. Ümumi isim xüsusi isimə keçərsə, bu homonim sayılır, xeyr homonim sayılmır, çünki leksikaya bir aidiyyəti yoxdur. Xüsusi isim, yəni növləri bundan aiddir ki, əsər adı olsun, Leyli və Məcnun poemasıdır, Qazaq, Şamaxı, yer adı bildirsin, İsmayıllı bildirsin, heyvan adı bildirsin, Alabaş, Məstan, itə pişiyə, hər hansısa bir heyvana qoyulan adı olsun, insan adı, soy adı olsun, fərq eləmir. Bunların hər biri xüsusi isim sayılacaq və böyük hərflə yazılacaq cümlənin ortasına, axırında və belə deyim, sonunda. Konkret və müzərrət isimlərimiz var ki, bizim konkret isimlər nədir? Gözlə görülə bilən, əllə toxunula bilən, hiss edilə bilən, yəni gözümüzü açırıq, görürük, hiss edirik, əlimizə toxunuranda hiss edilə bilirik. Bunlar konkretdir. Müzərrətlər nədir? Biz ancaq onu təxəyyüldə canlandıra bilirik. Yəni gözlə görülə bilmir, əllə toxunula bilmir. Məsələn, kitab, qolbaq, üzük, sonra qələm. Bunlar hamısı nədir? Konkret isimlərdir ki, biz bunları gözlə görülə bilirik, əllə toxuna da bilirik, bunu hiss edə bilirik. Düzdürmü? Mücərrəd isimlər nədir? Məsələn, sevgi, daha sonra saat. Saat sözünü biz həm xüsusi isim kimi götürə bilirik, həm ümumi isim kimi götürə bilirik. Bu necə olur? Saat bir qola taxtığımız saatda bunu görürük, amma saatın gün ərzində necə keçdiyini biz görmürük. O cəhətdən isə mücərrəd adlanır. Məsələn, sonra qorxunu götürə bilirik. Daha sonra həsrət, ədalət, bunları biz görmürük. Və s. Yuxu. Bunlar mücərrəd isim kimi götürülür. Belə bir sual yarana bilər ki, müəllim, dilimizdə həm konkret həm mücərrəd isim kimi işlənə bilənlər olsunmu? Bəli. Analıq, atalıq, hava, bacılıq, saat və s. Bunlar həm xüsusi isim kimi, həm də bunlar həm konkret kimi, həm də mücərrəd kimi işlənə bilir. Məsələn, analıq hiss cəhətdən işlənərsə, bu olur mücərrəd. Analıq ögey ana kimi işlənərsə, bu olur artıq konkret kimi, çünki görürük. Atalıqda həmçinin bacılıq, qardaşlıq, bunlar da həmçinin eyni mənanı kəsb edir. Havanı biz hiss eləyə bilirik. Məsələn, musiqidir, küləkdir, səsdir. Bunların hamısı konkret götürülür. Niyə konkret götürülür? Çünki bunların hamısını eşidə bilirik. Yəni küləyi də eşidə bilirik, vıcıltı səsində. Əgər eşidə bilməsəydim, ümumiyyətlə onu, yəni hiss eləməsəydim, eşitməsəydim, onu mücərrəd götürə bilərdim, amma musiqini eşidirəm, küləyi eşidirəm, səsi eşidirəm. Deməli, bunlar nədir? Konkretdir. Digər bölmələrdə, digər izahda bölüşəcəm. İsimlərin qurucu növləridir. Düzəltmə isimlər, mürəkkəb isimlər bunlardır. Daha sonra
İsmi məsuliyyətə görə dəyişməsində digər qaydada bunların hər birini izah edəcəm. Daha sonra hallanmasıdır ki, bu da böyük bir izah kəsb eləyir və s. Digər izahda görüşmək ümidi ilə. Sağ olun.